Dində iki məsələ var, buna diqqətlə qulaq asın. Dinin bir köklü məsələləri var, dinin bir budaq deyilən məsələləri var. Kök olmasa o budaq quruyub gedər. Dinin kök məsələləri üsul-i-dindir. Üsul-i-din 5 dənədir, bilirsiniz. Üsul-i-din 5 dənədir. Tevhiddir, ədalətdir, nübüvvətdir, imamətdir, məaddir. Məadı elə tevhidə qaytarmaq olar. Məad yəni bu dünyadan sonraki qiyamət. Yəni Allaha tərəf dönüş. İnna lillah və inna ileyhi raciun. Biz Allahdan gəldik və Allaha qaydacağıq. Elə məad tevhidin içindədir. Ədalət də tevhidin içindədir. Qaldı neçə dənə? Tevhid, nübüvvət və imamət. Bu üç mövzu dinin köküdür. Dinin köküdür. Qədir Xumda tevhid nübüvvətə tapşırıq verir ki, imaməti izhar elə. Allah Peyğəmbərə tapşırıq verir ki, əlinin imamətini çatdır. Qədir Xum ona görə böyük bayramdır. Sabah elə bir gündür ki, o qədər sözlər deyiblər. Sabahın əməlləri haqqında elə sözlər deyiblər ki, sabahı daha insan qəflətdən keçirsə heç nə. Sabahın bir dənə orucu deyirlər, bir dənə oruç tutasınız inşallah sabah, elə bir bütün ömrünüzü orucla keçirirsiniz. Bir dənə sabah. Qəzası olan qəza, qəzası olmayan müstəhəbbi tutsun. Bir gün sabah tutmağınız elə bir ömür oruç tutdunuz və bununla yanaşı hər ilivizə elə bil Allah deyir, hər ilə, hədis qəribə söz deyir, 100 dənə həccə getmisən, 100 dəfə də ümrə ziyarətini eləmisən, hər ilvə 100 o cürünə savab verər Allah Teala. Ki sabah bir dənə oruç tutmağına. İndi sabah oruçda bir nəfər oruç tutana iftar verər. Bir dənə iftar, bir nəfərə üzdə, hədis belədir, bir nəfərə iftar verəsən sabah. Əli əleyhissalam deyir ki, elə bil evvə 100.000 peyğəmbər gəldi, qonaq oldu, iftar verdi onlara. 100.000 peyğəmbər. Onun içində İbrahim var, Musa var. 100.000 peyğəmbər adamın evinə gəlsə nə olar? Evi nuraniyyət tapar, evi bərəkətli olar. 100.000 peyğəmbər. Və sabah elə bir gündür ki, Beytul Məmur adlı bir şey var, ev var, Beytul Məmur. Siz ki, həccə gedirsiniz, Kəbəli. Bir dənə də ev var, bir dənə də ev var. Allah onu mələklər üçün qərar verib. Kəbə evinə oxşayır, bir dənə evdə Allah mələklər üçün qərar verib. Mələklər də orada təvaf edərlər. Sabah deyir, Həzrəti Cəbrail gələcək, o evin qabağında bir dənə kürsü qoyacaq, onun üstündə əyləşəcək, göyün bütün mələkləri yığışacaq onun ətrafına, Əhl-i Beytin davamçılarına Allahdan bağışlanmaq diləyəcəklər sabah, gün orta. Amma diqqətlə keçirəsən sabah. Sabah bütün mələklər sənin üçün yığışacaqlar Beytul Məmurun ətrafına ki, filan kəs üçün dua edək. Allah bağışla filan kəsi. Təsəvvür elə Allahdan sənin üçün bağışlanmaq diləyir. Niyə? Nə üçün belədir? Hamısı Əli əleyhissalamın hörmətinədir.